Növbəti mövzumuz müəllimlər gəlir ağac üzərində bədii oyma texnologiyası. Yəni ağac üzərində bədii oymanın növlərini yerinə yetirilməsi üçün lazım olan alətlərdir ki, onlara nəzər salırıq. Ağac üzərində oymanın əsas iş aləti tiyəsi çəpinə bıçaq olacaq. Biz tiyəsi çəpinə bıçaqla müstəvi qanovcuqlu, yassı relyefli və naxışlı oyma işlərini asanlıqla yerinə yetirə bilərik. Müxtəlif oyma əməliyyatlarında yardımçı alət deyə soruşularsa olacaq naxış bıçağı. Baxın, tiyəsinə də fikir veririk, qövsvari naxış bıçağıdır. Bundan başqa biz müxtəlif formalı da naxış bıçaqlarından istifadə edərək oyma işlərini yerinə yetirə bilərik. Həcmli elementlər düz və müxtəlif diametrli yarımdairəvi isgənələrlə işlənir. Həcmli elementlər düz və müxtəlif diametrli yarımdairəvi isgənələrlə də işlənir. Bütün bu isgənələr müxtəlif həndəsi quruluşu və təyinata malikdirlər. İsgənələrə baxaq. Yastı düz isgənələr. Yastı düz isgənə, baxın, yastı düz isgənələr müxtəlif növ oyma işləri üçün yardımçı alət kimi istifadə edilir. Müxtəlif oyma əməliyyatlarında yardımçı alət kimi, müxtəlif oyma əməliyyatlarında yardımçı alət kimi soruşularsa naxış bıçağı götürəcəyik. Müxtəlif növ oyma işləri üçün yardımçı alət yastı düz isgənədir. Bu isgənələr vasitəsilə yastı relyefli oyma və kənar xətt üzrə oyma işlərində fonun təmizlənməsi üçün istifadə edilir. Əgər testdə soruşularsa ki, yastı relyefli oyma və kənar xətt üzrə oyma işlərində fonun təmizlənməsi üçün hansı isgənələrdən istifadə edilir? Yastı düz isgənələr. Yastı düz isgənələr müxtəlif növ oyma işlərində yardımçı alət kimi istifadə edilir. Nov şəkilli isgənələr. Nov şəkilli isgənələr ağac üzərində oyma əməliyyatlarının əsas aləti hesab edilir. Baxın, burada qeyd olunub. Orta, dairəvi və yarım dairəvi formada nov şəkilli isgənələr mövcuddur. Künclü isgənələr kəsim hissəsinə V şəkilli fiqur yaranır. Qanovcuqların kəsilməsi üçün istifadə edilir. Daha sonra yastı çəpini isgənə, yastı çəpini isgənənin də bıçağın isgənənin ağzına baxırıq, yastı formada kəsimlidir. Həndəsi oyma işləri üçün istifadə edilir. Bir daha təkrar edirik. Yastı relyefli oyma və kənar xətt üzrə oyma işlərində yastı düz isgənələrdən istifadə edirik. Həndəsi oyma işlərində isə yastı çəpini isgənələrdən istifadə edirik. Oyma zamanı iş yerində adi masa və stul, bir də oyma işləri üçün nəzərdə tutulmuş dülgər dəzgahı olmalıdır. Dülgər dəzgahının qapağının hündürlüyü də ki, ustanın həqqəqin dirsəyi səviyyəsində olmalıdır. İş masasına işıq sağdan və soldan düşməlidir. Daha sonra emal edilən məmulatlarda dəzgahda pazlar və yaxud da ki, vintli sıxaclarla bərkidilir. Oyma işlərinin salınması təsvirin konturlarının nişanlanması ilə başlanılır. Nişanlanma üçün də qələm, xətkeş, bərgər, bucaqlıq ölçən, qəlib, karandaşın köməyi ilə yerinə yetirilir. Eskizin yerinə yetirilməsi üçün də bizə qalın vərəq lazımdır ki, onun üzərində onun öz ölçülərini işləyək. Üç tərəfli qanovcuqlu oymada naxış adətən adi həndəsi fiqurlarla həyata keçirilir. Düz bucaqdır, kvadratdır, bu formada həndəsi fiqurlardan istifadə edərək üç tərəfli qanovcuqlu oymada naxışlar salınır. Ağac üzərində oyma işlərini yeni başlayanlar ilk öncə təsviri sürət çıxarma kağızından istifadə edərək lövhə üzərinə köçürərək sonra işləməlidirlər. Ağac üzərində oyma işlərinin texnikası nədən ibarətdir, ona nəzər salaq. İşləmə texnikası iki mərhələdən ibarətdir: batırma və kəsmə. Kəskinin burnu üçbucağın ortasına şaquli vəziyyətdə qoyulur. Daha sonra kəskin dabanın üçbucağın təpəsinə doğru yönəlməlidir. Yəni üçbucağın ortasına şaquli vəziyyətdə düz qoyulur kəski zamanı isgənə. Daha sonra bu zamanda kəskinin dabanı üçbucağın təpəsinə doğru yönəlmiş olmalıdır. Kəskinin burnu başlanğıc üçün taxta lövhəsinə 2-3 mm batırılmalıdır. Baxın, kəskini 2-3 mm ilə başlanılır, amma ki, batırma mərkəzə doğru getdikcə dərinləşərək 2-3 cm qədər də dərinləşə bilir. Oymanın dərinliyindən asılı olaraq kəsmə 30-45 dərəcə bucaq altında həyata keçirilir. Bütün qanovcuqlar çəpinə isgənə ilə kəsilir.
Kəsmə əməliyyatı əvvəlcə taxtanın liflərin uzununa, daha sonra liflərin eninə həyata keçirilir. Bütün qanavcıqlar çəpinə iskinə ilə aparılır. Kəsim əməliyyatları əvvəlcə taxtanın liflərin uzununa, daha sonra eninə aparılır. İş zamanı çəpinə iskinəyə sağ əldə tutulur. Daha sonra qoşa əllə də, tək əllə də həyata keçirilə bilir. Əyri qatların kəsilməsi üçün iskinəyə ya sağa, ya da sola doğru 30-40 dərəcə bucaq altında əyirlər. Əvvəlcə sağa doğru əyilmiş iskinə ilə sağ qatlar, daha sonra sola doğru isə sol tərəfə əyilmiş qatlar kəsilib götürülür. Yəni burada iskinə ilə kəsmə üsulları göstərilib. Tək əllə sağa doğru, daha sonra iskinənin sonunda vəziyyətidir və sola doğru əyilərək kəsilməsidir və qoşa əllə necə yerinə yetirilir, onun təsviri də burada qeyd olunur. Kəsmə zamanı kəsmə aramla, ehtiyatla yerinə yetirilməlidir. İskənəyə eyni bərabərdə təzyiq verilməlidir. Yəni eyni bərabərdə olmalıdır təzyiq. İskənə sağ əllə möhkəm tutulmalıdır. Liflərin istiqaməti boyunca hərəkəti tənzimləmək üçün arada bir digər sol əldən də istifadə edilməlidir. Oyma zamanı hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir? İskənə və oyma bıçqıları ilə iş zamanı ehtiyatlı olmaq lazımdır. Sol əlimizi kəsici alətin yaxınlığına saxlamaq olmaz. İskənə və oyma bıçqıları iş zamanı artıq güc sərf etmək olmaz. Yəni iskənə ilə kəsən zaman, oyma ilə bıçqıların işlənməsi zamanı artıq güc sərf etmək lazım deyil. İskənənin dəstəyinə zərbə indirmək lazım gələndə onu sol əllə götürün, taxta çəkici sağ əlinizdə tutun. İskənəni kəsim nöqtəsinə qoyub yüngülcə vurun. Yəni iskənəyə əgər biz çəkiçlə zərbə vurmaq istədikdə iskenəni sol əlimizlə tuturuq, sağ əlimizlə də yüngülcə zərbələr, çəkiclə yüngülcə zərbələr vuraraq yerinə yetiririk. İskənə və oyma bıçqılarının dəzgahın yeşiklərində və yaxud rəfdə, xüsusi ara kəsmələrdə saxlanmalıdır. Yəni iskənə və oyma bıçqıları xüsusi yerlərində, ara kəsmələrdə, rəflərdə saxlanmalıdır. Mövzumuz bu qədər müəllimlər. Dəstək olmaq üçün siz də videomuzu bəyənib kanalımıza abunə ola bilərsiniz. Sağ olun.